Rəcəb ayının ortası, yəni 15-ci gecənin və gündüzünün bəzi əməllərinə baxaq. Rəcəb ayının 15-ci gecəsi, yəni Rəcəb ayının 14-cü günün məğrib və işa namazlarından sonra 15-ci günün sübh azanına dək davam edir və bu əməlləri edə bilərsiniz. 1. Qüsul almaq vacib deyil, könüllüdür. 2. İhya saxlamaq, yəni vacib deyil. Kimin imkanı varsa sübh azanına qədər gecəni ibadət, zikr, Quran oxumaq və dua etməklə keçirə bilər. 3. Aşura ziyarətnaməsini və ya İmam Hüseyin əleyhissalamı yad edəcək istənilən ziyarəti etmək. 4. 6 rəkət namaz qılmaq, yəni 3 ədəd 2-2 rəkətli namaz qılmaq. Hər iki rəkətində öz təşəhhüd salamları var. Bu namazların hər rəkətində bir dəfə Fatihə, sonra Yasin, Mülk və İxlas surələri oxunur və bunu qılmaq ola bilər sizə çətin gəlsin. 5. 30 rəkətli namaz, yenə də, yəni 15 ədəd 2-2 rəkətli namazlardır. Hər rəkətə bir Fatihə, 10 dəfə İxlas surəsi oxunur. Peyğəmbərə nisbət verilən rəvayətə qeyd edilib ki, bu namazın böyük mükafatı var. 12 rəkətli namaz. Ola bilər ki, bunu edə bilərsiniz. 12 rəkət namaz, yəni 6 ədəd 2 rəkətli namazlar. Hər rəkətdə Fatihə surəsindən sonra istənilən surəni oxuya bilərsiniz. Namazlar bitdikdən sonra Fatihə, Fələq, Nas, İxlas surələrini, habelə Ayətül Kürsini, Qədr surəsini 4 dəfə oxuyursunuz. Sonra 4 dəfə təsbihat-ı ərbəni deyirsiniz. Yəni Subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu əkbar. Sonra isə deyirsiniz Allahu, Allahu Rabbi, la uşriku bihi şey'ən ma şa'allah və la havlə və la quvvətə illə billahil aliyyil azim. Bu əməllər gecəsinin əməlləridir. İndi 15-ci günün gündüzünə gəlincə, bu isə Rəcəbin 15-ci günü sübh namazından sonra həmin günün məğrib namazına qədərdir. Edə bilərsiniz, qüsul alasınız, yenə də zəruri deyil. Edə bilərsiniz İmam Hüseyni yad edəcək bir ziyarət, sonra 3. Həzrət Salmanın namazını qılmaq. Yadınıza gəlirsə, mən bu haqda ayrıca danışmışam və 15-ci gün bu namazın necə qılındığını da izah etmişəm. YouTube kanalımda da var. 4. Daha sonra 4 rəkət namaz qılmaq, yəni 2 ədəd 2 rəkətli namaz. Namazın salamından sonra əllərinizi açıb, bax, bu duanı oxuyursunuz. İmam Sadiq əleyhissalama nisbət verilən rəvayətdə o da Həzrət Əlidən nəql edib ki, hər qəmli və kədərli kəs bu duanı oxusa, Allah Taala onun kədər və qəmini aradan aparar. 5. Ümmü Davud əməli var. Əzizlərim, bu çox təcrübə edilmiş mühüm əməllərdəndir. Mən bu haqda ayrıca video hazırlamaq istəyirdim, lakin çox ağır əməl olduğundan fikrimdən daşındım. Yeni məfatihdə özünüz tapa bilərsiniz və yaxud da internetdə Ümmü Davud əməli yazıb, o yenə də tapa bilərsiniz. Onun namazlarını qılmağa, duasını oxumağa çalışın. Nəql olunub ki, duada ismi əzəm